28 yanvar 2026-cı il səhər saat 04:35 -1 dərəcə şaxta. Gecə saatlarında Şamaxı, Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağarxanı, Dəmirçi kənd yolunda buzlanma qeydə alınmışdır. 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin xüsusi təyinatlı və texnikası vasitəsilə yola qum-duz məhlulu səpilmişdir. Hal-hazırda avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur. Sahə rəisi Şahin Rəcəbov. 28 yanvar 2026-cı il səhər saat 05:10 -1 dərəcə şaxta. Bakı-Şamaxı Yevlax magistral yolu 105-120-ci kilometrliyi gecə saatlarında görülmüş tədbirlər nəticəsində Bakı-Şamaxı Yevlax yolunun 105-120-ci kilometrində avtomobillərin hərəkəti üçün heç bir məhdudiyyət yoxdur. Sahə rəisi Şahin Rəcəbov.